Məmməd Nurəddin oğlu Nəsirov. İstedadlı saz ifaçısı Məmməd Nəsirov 1983-cü ildə Lənkəran şəhərində doğulmuşdur. 1993-cü ildə Məmməd Cəfər Cabbarlı adına Lənkəran şəhər Uşaq Musiqi Məktəbinin tar sinifinə qəbul olundu. İlk musiqi müəllimi Məmməd Rıza Rəhimov oldu. Uşaq musiqi məktəbini bitirdikdən sonra Məmməd Lənkəran şəhər musiqi texnikumuna qəbul olundu. Texnikumda oxuduğu vaxt o, gitarada da məharətlə çalır, ümumşəhər tədbirlərində, el şənliklərində, ailə mərasimlərində uğurla çıxış edirdi. Tələbə dostları ilə Çımı Leyla adlı estrada qrupu yaratmışdılar. Pop, rock, caz mahnıları ifa edirdilər. Musiqi texnikumunu bitirdikdən sonra Məmməd hərbi xidmətə yollandı. Əskərlik dövründə o, hərbi orkestrda çıxış edirdi. Məmməd hərbi xidmətini başa vurub vətənə döndü və yenə el şənliklərində fəal iştirak etməyə başladı. 2009-cu ildə onu bir vaxtlar ilk musiqi təhsilini aldığı bir nömrəli Uşaq Musiqi Məktəbinin tar sinifinə müəllim vəzifəsinə götürdülər. Onun müəllimlik fəaliyyəti artıq 13 ildir davam edir. Amma o, yeniyetmələrə tarla yanaşı gitarada da çalmağı tədris edir. Bu illərdə gənc Məmməd saz alətində də ifa etməyə başladı. Saz ifası çox uğurlu alındı. Səma ansamblında, müğənni Qurban Nəzərovun ansamblında, indi isə populyar müğənni Cavad Rəcəbovun ansamblında məhz saz ifaçısı kimi çıxış edir. Məmməd ifaçı kimi İran, Rusiya və Türkiyədə də çox uğurla çıxış etmişdir. Onun bir böyük uğuru isə oğlu Məhdini də musiqiçi kimi yetişdirməsidir. Məhdi Uşaq Musiqi Məktəbinin tar sinifində oxuyur. İndi Məmməd Nəsirov toylarda və konsertlərdə oğlu Məhdi ilə birlikdə çıxış edir. Artıq ata-bala dueti kimi tanınmağa başlayıblar.
Salam, xoş gördük sizləri, hörmətli Zərban televiziyasının izləyiciləri. Bugünkü nəğməli qonağımız var rubrikasında qonağımız tanınmış saz ifaçısı Məmməd Nəsirov və oğlu Məhdi Nəsirovdur. Xoş gəlmisiniz Məmməd müəllim studiyamıza. Çox sağ olun. Biz də Atabala qrupu adından sizi salamlayıram və Zərban TV-nin bütün kollektivini salamlayıram. Başda Hafız müəllim olmaqla salamlayıram. Çox sağ olun ki, bizi o verilişə dəvət etdiniz. Sağ olun, siz sağ olun. Məmməd müəllim, belə bir sualla başlayaq ki, əvvəllər el şənliklərində, toylarda tək ifa edərdiniz, amma son vaxtlar oğlunuz Məhdi ilə daha çox siz görsənirsiniz. Bu nə ilə əlaqədardır sizcə? Düzdür, mən qabaqlar tək ifa edirdim. Və təəssüratınızı bilmək istərdik ki, yəni Atabala... Bizim nəsildə, necə deyərlər, bizim musiqiçi olmayıb. Yəni tək mən ifa etmişəm, ondan sonra yəni bizdə yenə qan çəkib də yəqin ki, Məhdi də gördüm ki, yəni çox həvəsi var. Məndən xəbərsiz məsələsi mənim biləyimi götürər, məşq eləyərdi özü üçün. Gələrdi mənə deyər ki, papa məsəl üçün, bu mahnının məsəl üçün ifa edirəm, necədir, yaxşıdır, yaxşıdır. Gördüm, yəni həvəsi vardı. Düzüncə, birinci bunu mən musiqi məktəbində piano ilə qoymuşdum. 3 il piano ilə getdi, 4 il getdi, 4 il piano ilə getdi. Gördüm, yox, piano ilə həvəsi yoxdur. Pianodan çox elə götürüb saz çalır, gitara çalır. Ən əsası gitara ifa edirdi. Ondan sonra yəni fikrimizi dəyişdik. Qərara gəldiniz ki, qərar gəldi ki, bunu biz pərvad eləyək tar məktəbinə. İndi hal-hazırda 3-cü sinifdə oxuyur tarda. Lap gözəl. Gitaradan da məşğul olur. Yəni İnşallah irəliləyən dəqiqələrdə görəcəksiniz. İnşallah. Siz özünüz Cəfər Cabbarlı adına uşaq musiqi məktəbində tar müəllimisiniz. Yəni ixtisasınız da tar üzrə olub. Amma tardan çox gitara və hal-hazırda da saz ifaçısı kimi tanınırsınız. Sizcə bu nə ilə bağlıdır? Orada özünüzü ifadə edə bilmədinizmi, yoxsa necə? Yox, düzün sözüm, biz musiqi məktəbində tardan oranı oxumuşam, bitirmişəm. İndi hal-hazırda orada işləyirəm, tardan dərs verirəm. Ancaq indiki dövrdə belədir ki, indi tələbata baxır da, düzdür. Yəni saz çox üstünlük saza verirlər. Yəni mən də ona uyğun, yəni sazla başladım ifa eləməyə. Lap yaxşı. İstərdik ki, Məhdiyə də belə bir sual verək ki, hər halda yeni başlayır, maraqlı olar fikir bizim üçün. Məhdi, səncə incəsənətə gəlmək üçün nə tələb olunur? İstedadmı, ağılmı, dayaqmı, yoxsa sponsormu? Səncə bunlardan? Əvvəlcə hamınızı salamlayıram. Bəli, istedad da lazımdır. Düzdür, mən atada görmüşəm, necə deyərlər, doğulandan evdə ancaq eşitdiyim səs musiqi olub. Təbii. Belə doğulandan mən də, necə deyərlər, həvəsim belə bir incəsənətədir. Belə deyək. İnşallah incəsənətə universitetinə də qəbul olmaq istəyirəm gələcəkdə. İnşallah. Bəs bu sadaladıqlarımdan hansı səndə var? Məndə musiqidə, yəni gitaradır, tarda oxuyuram. Yəni istedad baxımından deyirəm. Yəni dayaq var, artıq bəllidir, görsənir. Sadəcə yəni bu dayaqmı, bu həvəsmi, yəni qarşına qoyduğun bu məqsəddə, yəni ən çox səndə hiss elədiyin nədir? Öz həvəsim də var. Atam da çox sağ olsun ki, mənə dəstək verir. Belə. Laf gözəl. Məmməd müəllim, Məhdinin səsinin dəyişkən bir dövrüdür. Yəni bu dövrdə daha çox dəyişikliklər olacaq. Bilmək istər ki, yəni siz narahat deyirsinizmi bunun gələcəkdə karyerasına təsir edir və yaxud da onun səsinin qorunması üçün hansısa vasitələrdən istifadə edirsinizmi? Düzdür, onun səsinin indi dəyişən dövrüdür. İndi biz hələlik ki, qoruyuruq onun səsini, çox da istifadə eləmirik. Yazın bəzi tədbirlərdə oxuyur. Yəni çox zildən yox, yəni biraz bəmdən oxuyur. Yəni hələ qoruyuruq, yüklənmirik ki, yəni biraz qoruyuruq da səsin. İlk çıxışınızı hər halda xatırlayırsınız. O nə vaxt və harada olub və istərdik ki, o barədə məlumat verəsiniz. Bizim sözü, bizim o qrupu yaratmamışdan var, biz elə bilmirdik. Yəni biz bu qədər tanınacağıq. Bizim məktəbdə bir tədbir oldu. Yeni il şənliyi elədi, üstünə gəlib çıxdı. Yeni düz elə bu ərəfələr idi keçən. Biz məktəbdə dedilər ki, yəni siz bir dənə bir şey ifa elə bilərsiniz Atabala. Biz də fikirləşdik, getdik o mahnını biz zaps elədik gecə ilə. Zaps elədik, gəldik həmin tədbirdə o mahnını çıxış elədik. Bizim duetimiz var idi. O çıxışdan sonra necə deyirlər? 180 dərəcə dəyişdi. Dəyişildi, məsəl üçün bəyənildi, təkliflər gəldi. El şənliklərinə, tədbirlərə və bir qərara gəldi ki, o mahnıya bir məsəl üçün bir klip çəkək.
O klip də çəkdik, sosial şəbəkələrdə yayıldı. Yəni çox uğurlu olundu. Yəni Vaxtilə sizin bir Çımı Leyla adlı qrupunuzda olub və Bəli, bilmək o da var istərdik ki, idi. o qrup necə qəflətən yarandısa, qəflətən də dağıldı. Yəni hal-hazırda qrup üzvlərindən nə ilə məşğuldur? Ümumiyyətlə qrupun dağılmasına nə səbəb oldu? Çımleyla qrupu düzdür. Neçənci ildə idi? Dəqiq 2099-cu ildə, 2000-ci ildə biz o qrupu yaratdıq. İlk dəfə Talış dilində rep, məsələn, Lənkəranda biz yaratmışıq. Fərqli üslubdur. Düzdür. Birinci biz yaratdıq. Fevralın 14-də Sevgililər günü var idi. Həmin vaxtlarda biz solo konsertlər verirdik Lənkəran Dövlət Dram Teatrında. Hər il 14 fevralda biz konsertlər verərdik. Yəni çoxlu kütlədə bizim necə deyirlər, o izləyicilərimiz var idi. Yəni çox populyar idi həmin dövrdə. Qrup mən 2003-cü Bəlkə də ildə sizin qrupdan çıxmaya səbəb olub. Yox, hə 2003-cü ildə mən əsgərliyə gedəndən sonra gəldim gördüm qrup yoxdur ki. Hərəsi biri evlənir, biri Bakıya gedir məsəl üçün. Demək sadəcə qrup üzvlərindən sənətdə qalan sizsiz. Yox, bir nəfər də var, o Zamiq müğənnidir, o Bakıda elə fəaliyyət göstərir, o da elə Elşənlilərinə zada gedir. Lap gözəl. Zamiqi də buradan verilişdən salamlayıram. Lap gözəl. Məhdi, sənin saz ifan, gitara ifan, yəni hamına bəllidir, çox gözəl ifa edirsən. İstərdik ki, sənin ifanda bir əsgər mahnısını dinləyək. Yaxşı. Barıt qoxulum, o yollar, səni bəs nə vaxt qaytarar. Səndən təsəllim, bir zabit mundirim, bir cüt ulduzlum, ayılı paqonlar. Səndən təsəllim, bir zabit mundirim, bir cüt ulduzlum, ayılı paqonlar. Hay ver mənəm, cənab leytinan, hay ver mənə, leytinan. Xoş müjdəlim bir savaşdan, pay ver mənə, leytinan. Bütün xalqımız bir oldu. Dəmir yumruqla düşmənlər qovuldu. Qisas aldıq biz düşməndən, bitib tükənməyib o qan davamız. Qisas aldıq biz düşməndən, bitib tükənməyib o qan davamız. Hay ver mənəm, cənab leytinan, hay ver mənəm, leytinan. Xoş müjdəlim bir savaşdan, hay ver mənəm, leytinan. Hay ver mənəm, leytinan. Pay ver mənə, leytinan. Təşəkkürlər ifaya görə, səsinizə, əllərinizə sağlıq. Biz səni bir ara humorist kimi daha çox tanıyırdıq. Yəni Lənkəranda Bakıdan gələn stand-upçılar, hətta məharətlə sənin ifanı dinlədilər. Mədəniyyət mərkəzində olan çıxışında sənin adını eşidəndə çox sevindik, qürurlandıq və istərdik ki, bizim tamaşaçılarımıza bu gün bir o həmin humoristik lətifələrdən birini danışarsan. Hə, istəyirəm elə başıma gələn hadisə haqqında danışım. Hələ bu gün hazırlaşdım bura gəlməyə. Təsadüfən nəyə gözüm dəydi. Yolda gəlirdim, gördüm bir dənə qızla oğlan gəzirlər əl-ələ. Deyərsiniz bunu niyə dedim? Qıza baxdım, qız aşağısı 150-160 kilo olardı da. Döndüm oğlana baxdım. Yəni ki, mən oğlandan kökəm də, yəni ki. Oğlan o bitdə idi. Bunu deməkdən məqsədim odur. Bilirsiniz, oğlan qıza nə deyirdi?
Mənim minicik quşum. Minicik quşum ala. Bu 160-170 kiloya minicik quşum deyirsə, bu yazıq minicik quşlar nə etsin bəs? Çox gözəl müşahidə eləmisən. Maşallah olsun, biz düşünürük ki, Məhdinin simasında gələcəkdə görkəmli bir humorist yetişir. Qanunda var da, çox həvəskardır. 2019-cu ildə Bakıda keçirilmiş ATV kanalında veriliş oldu. Bəli, bir balaca stand-upçıda. Orada 3 turu keçərək qalib olub qızıl medal qazandı. Lənkəranı təmsil edirdi. Maraqlısıdır. Burasındadır. Yəni o aktyorluq sənətini saxlamaqda ona nə mane oldu ki, dayandırdı yəni o sənəti? Əvvəla biraz başdan başlayaq. Bəli, buyurun. Bu Məhdidə əvvəl, yəni musiqidən də əvvəl, yəni fikir verirdim ki, yəni biraz bu yəni humor işlərdə məşğul olur. Özü telefondan həvəskar çəkir, roliklər çəkirdi, özü məsələn rejissorluq edir, özü montaj edirdi. Bütün videoları indi məsələn YouTube-da görürsüz. Bütün videoları özü montaj edir, özü çəkər, özü qoyar. Məsələn, quruluşlu rejissorluğumuz özü bacarırdı. Və həmin vaxtı efirdə reklam gedirdi. Bir balaca stand-up kim istedadı varsa bizə müraciət edə bilər. Biz də bir məsləhətləşdik ki, bəlkə gedək. Özü bir sınav da. Yəni çıxdıq, getdik Bakıya. Həmin verilişdə orada bizi qarşıladılar. Dedi ki, bəs biz Lənkərandan gəlmişik. Orada çıxış edənlər hamısı Bakı idi. Yəni təkcə bir dənə Lənkərandan biz getmişdik ora. Məhdini bir-iki sual verdilər. Bir məsələn bir monoloq verdilər ona ki, get bunu öyrən. Bir dəqiqənin ərzində, sonra gəl bizə danış bunu. Məhdi heç ona oxumamış, Xuromay orada yəni onlara dedi, onları güldürdü. Dedi ki, yəni biz seçildik. Ondan sonra verilişlər başladı. Birinci turda Məhdi orada bir limonla biraz populyar oldu. Yəni limonla onlara təqdim elədi bütün jürilərə. Jürilərdə təbii Lənkəran bölgəsi KVM komandasının üzvlərindən biri Vadov idi orada, Vadov Karavin idi. İzləyirdik. Bəli, Elcan idi. Aytan xanım idi. Aytan xanım idi bir dəfə. O jürilər olaydı. Onları çox həyatını artıq güldürdü. Heç elə limonla onları elə güldürdü. Elcan dedi ki, kifayət elədi, danışmaya ehtiyac yoxdur. Sən ki, seçildin. Birinci tur keçdi, ikinci tur, üçüncü tur. Final da idi. Finalda da maşallah olsun, yəni Lənkərandan da qızıl medal da gəldi. Yəni təbii, təbii ki. Yəni o vaxtdan gördüm ki, aktyorluğa məsələn çox həvəsi var. Sonra gördüm biraz dəyişildi. Biri istəyirəm, biraz gitarada ifa edirəm. Həmin dövrlərdə çalırdı. Burası yəni hər ikisinin həvəsi var da. Hər ikisinin həvəsi var idi düzün sözü. Ondan sonra gördüm biraz paralel aparmağı bacarırsansa, təbii. Necə Hətta Mədəniyyət naziri Anar Kərimovla da sənin görüşün olub və istərdik ki, bu görüş barəsində sənin təəssüratların alardı. Çox mən o vaxt düzdür stand-updan da çıxış eləyirdim. İndi bu yaxınlarda gitar ilə də. O vaxt stand-updan çıxış eləyəndə də əvvəl həyəcanlı idim. Sonradan o qədər səhnələrə çıxdım ki, yavaş-yavaş həyəcanlandım. Hə, çox necə deyirlər, maraqlı günlər idi. Belə yəni ki. Məmməd müəllim, bilmək istər ki, siz əvvəl Tahir Əliyevin rəhbərliyi altında Səma qrupunda çalışmısınız, fəaliyyət göstərmisiniz və bu qrup haqqında fəaliyyətiniz barədə qısaca olsa tamaşaçılarımıza məlumat verərdiniz. Mən Elşənlərdə ifa edirdim. Çünki eşitdiyimiz qədər o qrupda olanda demək olar ki, ayı bütövlüklə 31 günü toylarda olardınız, yəni maraqlıdır. Tahir müəllim Səma ansamblının bədii rəhbəri idi. O yəni Rusiya köçdü və davamçı olaraq məni təyin elədi. Deyirsə, gəl otur orada və yerini təhvil verdi mənə. Və həmin dövrdən elə mən də elə onlarla qrupda iştirak edirdim. Siz davam etdirirsiniz. Bəli, mən davam elədim. Toylarda çox olursunuz və toyda ifa edən müğənnilərdən hansının çıxışı sizə o qədər xoş gəlir ki, hətta onu ifaçı üçün toyu tərk edib gedib onu saatlarca dinləyə bilərsiniz. Elə ifaçılar varmı sizin fikrinizdə? Sizin sözü elə bizdə hamısı elə öz xüsusi hər halda zövq aldığınız bir musiqiçi olar. Çoxdur, uşaqlar çoxdur. Yəni musiqiçilər olsun, yəni müğənnilər olsun. Yəni birinin adını çəksəm o birisi incəyərəm. O da elə hamısı biraz hörmətimiz var. Yəni hörmətini saxlayırıq, dinləyirik. Yəni erkənlərində də onlarla mənə toy deyəndə də mən böyük məmnuniyyətlə gedirəm onlarla ifa edirəm. İndi hal-hazırda
Lənkəranımızın, yəni bütün Azərbaycan deyəndə, yəni bütün tanınmış Azərbaycan, bəli. müğənni Cavad Rəzəbovla ifa edirəm onun ansamblında. Cavad müəllimi də efir vasitəsilə salamlayıram. İndi hal-hazırda onunla ifa edirəm və məsələn Qurban Nəzərovla da işləyirəm. O qardaşımın onu da salamlayıram. Uğurlarınız bol olsun. Siz tar müəllimi olsanız da bayaq qeyd etdiyimiz kimi saz ifaçısı kimi tanınırsınız və sazın hansı havaları var? Məsələn, şınıq təranələri deyək, yanıq kərəmi, yəni bunların hansını ifa edərsiniz, yəni daha sizə yaxın olanı? Yox, indi əsasən tələbat üçün sazda elə sazı görən kimi ancaq yanıq kərəmi yada düşür, ruhani yada düşür. Məsələn, onlara çox istifadə olunur, çox sifariş verilir. Əsasən yanıq kərəmi. Yəni biz başqa ifalar da eləyirik. Ancaq sırf əsasən sazın necə deyirlər, zamanısı ancaq şeydir. Yanıq kərəmidir, ruhanidir. O da onun vizitkasyıdır. Şinötənələrdir, bəli. Saz və tar ikisi də simli alətlərdir. Bəli. Və sazın tarla olan fərqi nələrdir? Bunları vurğulayardınız. Tarla sazın arasında fərq var. Düzdür, eyni simlər eynidir. Ancaq fərqləri var da. Yəni o diapazon deyirlər də. Yəni bizdə sazda azdır. Məsələn, bir oktava yarımdır. Ancaq tarın imkanları ondan da çoxdur biraz. Bəs bunların ağac materialları, yəni saz hansı ağacdan hazırlanır, tar hansı ağacdan hazırlanır? Məsələn, saz məsələn çanağı tut ağacından hazırlanır. Qolu isə qoz ağacından hazırlanır. Məsələn, tarda da həmçinin, dəmizdə qoz ağacından hazırlanır. Bilmək olar ki, sizin tarınız hardan alınmadır? Təsadüfən türk tarı deyil. Yox, bu sazdır, türk sazı, milli sazdır. Bu mənə hədiyyə olunub. Bu saz mənə hədiyyə olub. Bir aşıq var idi, rəhmətə gedib indi, onu Allah rəhmət eləsin. Mən tar ifa eləyəndə gördü, mənə dedi ki, məndə bir saz var, istəyirəm onu sənə hədiyyə eləyəm. Yəni o sazla ifa eləyəsən. O sazını gətirdi mənə hədiyyə elədi. Biz biraz dəyişikliklər elədim. Yəni bəzən məsəl üçün burada yəni sırf milli sazda, bəli, milli sazda aşıqlar bir istiqamətdə olmur. Yəni adi aşıqlar olur. Mən isə onu məsəl üçün biraz gitar stili eləmişəm, biraz aşıqların, yəni dəyişikliklər eləmişəm. Canlı bizim üçün biraz tamaşaçılarımız üçün ifa edərdiniz sazda. Təbii məmnuniyyətlə. Buyurun. Çox gözəl, səsiniz, əllərinizə sağlıq olsun. Bəs bu toylarda son dövrdə sifarişlər hansı havalaradır? Dedim ki, eyni şeylərdir. Məsəl üçün, şınıq tənalarıdır, ruhani döndərməsidir, yanıq kərəmidir və məsəl üçün, ara mahnılar da var, onlardan da çox istifadə edirlər. Yəni, xalq mahnılarında, hər hansı bir estrada mahnıları ilə necə bu sintezlər? Bəli, sintez kimi olur. Məsəl üçün, çox vaxt axır zamanlar moda düşən Hind mahnılarından da çox istifadə edirlər. Yəni, milli sazı dəyişiklik edirlər. Hind mahnıları məsəl üçün çox sifariş verirlər. Biz də məcbur öyrənib Tələbatlı sifarişlərin yerinə yetiririk. İstərdik ki, Məhdi ilə suallarımızı davam etdirək ki, bilmək istərdik ki, Məhdi, yəni sən hal-hazırda orta məktəbdə oxuyursan bildiyimiz qədər və sənin yaşıdların olan uşaqlar repetitor yanından demək olar ki, vaxtları yoxdur, ayrılmırlar. Amma sən eyni zamanda həm bu sənəti, həm məktəb təhsili, yəni nə vəziyyətdədir? Onu unutmusan ki, məktəb dərslərini?
Yox, onu da unutmuram. Burdan məktəbdə müəllimələrimi salamlayıram, direktorumu salamlayıram. Sağ olsunlar, müəllimələr də məni başa düşürlər, bilirlər. Bəli, yola verirlər. Yəni hamısına necə deyirlər, vaxt ayırıram da, bəli. Bəs gələcəkdə özünü hansı peşədə görmək istəyirsən? Yəni hansı ixtisası, hansı fənni daha çox sevirsən ki, onun üzərində işləyirsən? Yoxsa sırf elə bu musiqi sahəsi üzrə inkişaf etdirməyi düşünürsən özünü? Məsələn, bayaq ata dedi, həm aktyorluq, həm incəsənət, yəni belə bir. Hə, yəni sırf incəsənət istiqamətində. Uğurlar arzulayırıq sənə bu yolda. Məmməd müəllim, saz aləti Cənub bölgəsi üçün daha çox spesifik deyil. Yəni demək olar ki, araşdırsaq Lənkəran bölgəsi, Astara olsun istər. Yəni 3-4 saz ifaçısı tapmaq olar. Sizcə bu nə ilə əlaqədardır? Hal-hazırda nəzərə alsaq ki, tələbat da çoxdur toylarda bu saz ifaçısına. Ya düzdür, tələbat var, ancaq saz ifaçıları da var, çoxdur. Burası yəni üzdə olan azdır da. Üzdə olan azdır. Ancaq yəni çox özü tələbələrim də var. İş yoldaşlarım da var. Yəni onların amma tanınmaq biraz qabağa istəmirlər də getsinlər. Yəni üzdə yoxdular da. Necə düşünürsüz? Kompleksləri var bu sazla tanınmağa, yoxsa? Yox, başları qarışıqdır toylara da. Efirlərdən biraz uzaqdılar. Məsələn, çox təklif eləmişəm. Məsələn, elə uşaqlar var, məsələn, iş yoldaşlarım var, məsələn, sənət yoldaşlarım var. Deyirəm ki, məsələn, nəsə bir efirlərə çıxınca hamısı elə sonra çıxarıq, ancaq sonra deyəndə gec olur da. Başa düşürəm. Məmməd müəllim, bilmək istərdik ki, sizin səsiniz olsaydı, muğam janrında, estrada janrında mı, yoxsa elə saz ifası ilə hər hansı bir qoşma, tədrismi oxuyardınız? Bizim sözü mən musiqiçi olmuşam, ancaq yəni müğənnilərlə işləmişəm, ifa etmişəm, onlar oxuyublar yəni. Siz yəni özünüzü orada görmüsünüz? Yox, müğənnilik kimi özümü görməmişəm. Hətta səsiniz də olsaydı, mən düşünürəm sazdan sizi ayrı salmaq olmazdı. Belədir. Məsələn, ondan da istiqamət verirəm, məsələn, Məhdiyə, məsələn, səs baxımından. məsələn, oxuyanda deyirəm ki, məsələn, burasını düz oxumadın, orasını belə elə, biraz əziyyətlərimiz olur, o da yəni öyrənir. İnşallah, uğurlanır. Sizin qeyd etdiyiniz kimi də siz məktəbdə tar müəllimi işləyirsiniz və orada vəziyyət necədir uşaqlar arasında? Tarı necə mənimsəyirlər? Necə həvəs göstərirlər? Cəfər Cabbarlı adına bir saylı uşaq musiqi məktəbində tar müəllimi işləyirəm və efir vasitəsilə əvvəla istəyirəm ki, bizim rəhbərliyimizə, Camal müəllimə dərin təşəkkürümü bildirirəm və salamlarımı göndərirəm. Tələbələrimiz də var, çoxdur həddindən artıq, ancaq istedadlı olanlar da var, zəif olanlar da var. Yəni biz də çalışırıq ki, yəni bacardığımız qədər, yəni tarix ifalar ora öyrədək. Hər halda sizin o məktəbə gəlib dərs dediyiniz müddətlə indiki zaman arasındakı o fərqi hiss edərsiniz. Əvvəlki dövrdə daha fəal həvəs göstərirdilər, yoxsa indiki dövrdə daha fəaldırlar? Düzdür, qabaq həvəs var idi çox. İndi uşaqlarda deyirəm də, yəni ki, o qədər ki, həvəsliyə qalmır uşaqlarda. Düzdür, bəzilərində var, məsələn, həvəsləri var, ancaq görürəm ki, yəni arxası izə gedmirlər. Yəni başqa yarımçıq saxlayırlar. Ancaq istedadlı olanlar var. Məsələn, ifa edirlər tarix ifalarını. Deyirəm ki, yəni gələcəyiniz var. Ancaq görürəm ki, orta məktəbdə məsələn, universitetdə zaten hazırlaşırlar. O belə onun üçün qalır. Bu Atabala qrupu qoyduğunuz bu ansamblda sizin bu Azərbaycan mədəniyyətində, yəni bir inci kimi, bir töhfələriniz, bir iz qoymaq kimi bir məqamınız, məramınız varmı? Yoxsa sadəcə özünüz üçün bir belə deyək, biznes xatirinə bu qrup yaranıb? Yox, biznes deyirlər, yox. Məsəl üçün biz fikirləşmişdik o qədər, məsəl üçün biz belə, yəni dedim sizə. Biz ifa elədik, görürük ki, məsəl üçün uğurlu alındı, məsəl üçün biz ardından davam edirik. Yəni hər hansı bir layihələriniz, planlarınız var? Bəli, qarşıda bir-iki dənə mahnımız var hal-hazırda, indi o üzərində işləyirik. Studiyada zapislər gedir. Fikirlərimiz var, yəni efirlərə. Uğurlu olsun. Mən də sizə bu yolda hər ikinizə uğurlar arzulayıram. Təşəkkür edirəm verilişimizə gəldiyinizə görə və sonda tamaşaçılarımıza sizdən bir gözəl dua istəyərdik. Baş üstə. Buyurun.
Çox sağ olun, duetə və ifanıza görə təşəkkürümüzü bildiririk və yeni layihələrinizlə Zərban televiziyasının tamaşaçılarınızı sevindirməyinizi arzu edirik. Sağ olun. Sizlərə də təşəkkürümüzü bildiririk, hörmətli Zərban televiziyasının izləyiciləri, gələn verilişlərə dək.